kürəyi bitirdik, keçirib bicepsə, qolun qabağına. Biceps iki başlı əzələdir. Sinə ilə bitiş hissəsində korakobrachialis, bu yan hissədə brachialis, bilək olan hissədə isə brachioradialis deyə başları hissələri var. Mən niyə kürəklə biceps işləyirəm? Çünki proqramımı daha çox sinerjist əzələ qruplarına görə bölmüşəm. Ayağı ümumiyyətcə ayrı işləyirəm. Ayaq tamamilə ayrı və digərlərində çalışıram. Vaxt çox olmur, həftədə 3 dəfə cəmi vaxt olur. Ona görə bu qaydada işləyə bilirəm. Sinerjist hissələrə bölürəm. Bunu başqa bir dildə pull push leg kimi də adlandırırlar. Mən sinerjist adlandırmağı xoşlayıram, çünki biraz daha elmi gəlir. İtələmə əzələləri bir, çəkmə əzələləri bir, ayaq isə ayrı bir öz dünyasında.